Qəbirstanlığımızda belə bir qəbir hazır qalıbdır. İsa Niyam qəbirstanlığımızda Bəhrəmdə burada oxuyur. Bu qəbir qədimi, ən qədimi. Neçədir ildir deyirsən? 1929'u 52'de rəhmətə gedib, cavan rəhmətə gedib. 29-52 neçəli? O 23 yaşında. Bu kadın da olub da. Ha, qabidir. Mamedov. Bu qədimi bizim. Leyla. Bunun üstündə o qədər çıxıb oynamışıq, amma qalıb sağ-salamat. Dağdağan da həmən dağdağandır. Orada bak, orada da Mamedov var. Mamedov'a o kimdir? Bu da Ha, Mamedov. Müzəffər. Mirzə Xəlil. Fəx, nə? Xəlil. 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 Yox, Müzəffər Xəliloğlu, ha. Mamedov Müzəffər Xəliloğlu. Bir də amma bunun üstünü götürsələr, oradan da bəri qum da gəlmək hasaddır. Amma bunlar dağılıblar, bunların yiyələri inşallah gələr. Hüseyin doktor da orada gözəl bir köyünü qəbirstanlığımıza verir. Bu qəbirstanlıqda bərpa olandan azdır. Elə qum bura həddindən artıq çoxdur, Allah xoşlasın. Qəbirstanlığı çoxdur. Buradan da bura gətir. Bərəm, gedəydi o yuxarıdakı yerə yıxılan oxu. Bu nə dildədirsə, bu qədimi dildədir. O da qədimdir. Aşağıda qədimidir. Odur qədimidir, amma bu var ya, bir də bunu, bayaq oxudun ya onu. O tamam hazırdır, bir dənə elə qaldırıb qoymaq düzələ. Sənin də maşının bura gələ bilmir, yoxsa qaldırardıq. Yox, buralara söksələr, bura girmişdim də, gələ onda deyərdi bu. Ha, baba. Abbasov Tabat. Abbasov Tabat. 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 Abbasov Tabat. 1892 1929. Yox, bu hazır qəbirdir. Övladlarından Yadigar yoxsa? Övladların adından xatirə. Xatirə. Burada üzü belə burada qəbir yoxdur demək olar. Amma burada bir dənə deyə orada var, o da uçub dağılıb. Tabat arvad. Tabat arvad kimdir ki? Tabat kimdir? Mənim də yadıma gəlir ancaq tapamıram. Tabat bu Gülnaz Xalagillərdən deyildi. Gülnaz xalan. Nənəm çox deyirdi, rəhmətli ki, Tabat arvad. Mən elə biləm onlardan. Bir dənə də qəbir buradadır. Ancaq bu da bunun yiyəsi müəyyənləşdirə bilər.